Hər vaxtınız xeyir olsun əziz dostlar. Sportcu olan növbəti buraxışı ilə qarşınızdayıq. Bu dəfə studiyamızın qonağı dünya üzrə usta judoçular arasında qazandığı nailiyyətlərlə tanınan 2 dəfə dünya çempionatı mükafatçısı Avropa çempionu Zülfiqar Hüseynovdur qonağımız. Zülfiqar bəy, xoş gəlmisiniz. Salamlayıram sizi, tamaşaçılarımızı salamlayıram. Çox sağ olun studiyaya dəvət elədiyiniz üçün. Çox sağ olun Zülfiqar bəy. Elə ilk olaraq istədim özünüzü tanıtırarsınız qonaqlarımıza ümumi olaraq. Biz qısa verdik. 93-cü ildən judo idman növünə marağım artıb. Bugünə kimi də davam eləyir. Bugündən sonra da inşallah ki, nə qədər əlim ayağım tutur. Bizdə usta idman judoçularda elədir ki, yaş həddi yoxdur. Ona görə də nə qədər əlim tutursa, canım sağdırsa bu idmanla məşğul olacağam inşallah. Özüm hal-hazırda Fövqəladə Allah Nazirliyinin əməkdaşıyam. 30 ilə yaxındır xidmətim var orada. Müəllim işləyirəm orada, idman müəllimi. 80-ci ildə Qərbi Azərbaycan Respublikasında. Orada dünyaya gəlmişəm. 88-ci ildə Bakı şəhərinə köçmüşük. O vaxtdan bu vaxta qədər burada yaşayıram. Sizin judo yolculuğunuz necə başladı? Yəni bu sizə bu idmanla bağlı əsas motivasiya nə oldu ki, siz judoya gəldiniz, digər idman növləri deyil? Uşaqlıqdan idmana olan həvəsim, ən çox da bu karatəyə olan həvəsim idi. Elə oldu ki, Nazim Hüseynov 92-ci ildə olimpiya çempionu oldu. İlk Azərbaycan olimpiya çempionu idi. Ondan qədər belə idmanda uğurlu bir idmançılarımız yox idi. Nazimin o fəndlərinə, bugünkü gündə çox hörmətim var o insana. Onun o fəndlərinə, onun o güləşinə televiziyada göstərdilər, baxdıq. Sevdim bu idmanı. İdman təmayüllü orta məktəbə daxil oldum orada. İdman akademiyasını bitirmişəm. Müəyyən travmalara görə olimpiyadada iştirak edə bilmədim. Travmalarım oldu mənim. Biraz kənarlaşdım. Zülfiqar müəllim, uşaqlıq və gənclik illərində ilk yarış təcrübələriniz sizə nələr qazandırdı, necə yadda qaldı? Uşaqlıq vaxtı yarış nəticələrim məndə gələcəyə ümid artırdı ki, yəni mən daha da qabağa gedə bilərəm. Mən özümdə indi talant deyirlər onun dilində, istedad gördüm. Sadəcə qismətimdən travmalar məni saxladı bəzən. Ancaq mən istəyirdim ki, məndə istedadı var, mən qabağa gedə bilərəm. O yarışlarda, o güləşmələrdə bunları hiss elədim mən. Bəs usta judoçular arasında beynəlxalq yarışa çıxmaq üçün keçirdiyiniz hazırlıq mərhələsi necə oldu, necə formalaşdı? Bizdə usta idmançıların Azər Əsgərov var. Judoçular üçün zal inşa etdirilmişdi. Biz hamımız oraya yığılırdıq. Bir 60-70 nəfər olardı. Orada təlim-məşq toplantısı keçirdirdilər. Oradan da biz hamımız yarışlara gedirdik. Hazırlığımız oradan başlayıb. Bəs usta judoçular arasında dünya çempionatında 2-ci və 3-cü yerə qazanmaq bu uğurlar sizin üçün nə ifadə edir? Daha da yaxşı nəticələr ola bilərdi. İndi 2-ci, 3-cü yerlə kifayətləndirdik. Mənim üçün dövləti tanıtmaq, mənim üçün Azərbaycanı tanıtmaq, bu hissləri ifadə edir mənim üçün. Bəs Avropa çempionu olmanız idman karyerinizdə hansı dönüş nöqtəsi yaratdı? Daha da məni həvəsləndirdi idmana. Daha da elə bil həvəsləndim və yüksək nailiyyətlərə keçmək istədim, yüksək bir yarışlarda. Necə təsir bağışladı həmin o an? Çünki indi təsir çox gözəl ki, birinci dəfə idi ki, mən böyük bir tribünada Azərbaycan dövlət himnini səsləndirirdim və bütün xarici qonaqlar, bütün idmançılar hamı ayağa durub Azərbaycan himninə qulaq asırdı. O hissi belə deməklə mümkündür, gərək onu yaşayasan. Sizcə bu uğurların arxasında hansısa məşq metodları və ya həyat rejimi var yoxsa? Əzmkarlıq, deyərdim ki, əzmkarlıq. Yalnız əzmkarlıq. Ancaq, yəni insan özünün qabağına məqsəd qoysa, hər şeyə nail ola bilər. Bunun məlum məsələdir ki, qismət də böyük bir rol oynayır. Elə buradan gənc judoçular ki, bilirsiniz də bu yeni gənc judoçularımız olur. Sizcə onlar üçün uğurun əsas şərtləri hansılardır? Buradan onlara nə deyə bilərsiniz uğurun əsas şərtləri üçün? Nələrə diqqət etsinlər? Gənc judoçulara ümumiyyətlə məsləhət görərdim ki, pis vərdişlərdən uzaq görsünlər, dost seçimində biraz ciddi insanlarla dostluq eləsinlər ki, onları pis yola çəkməsinlər. Beynəlxalq judo mühitində gördüyünüz fərqli yarış atmosferləri necə müqayisə
edərdiniz? Sözün açığı hər ikisi güclü olur. Sözün açığı heç kəs onu deyə bilməzsən ki, bu dəfə Avropa çempionatı zəif olur, dünya çempionatı güclü olur. O baxır həmin zaman ora gələn idmançıların hazırlığına. Elə bir yarış olub ki, çox yüngül olub. Dünya çempionatı olub, yüngül olub. Həmin adamlar bəlkə də travması olub, hazırlıqsız gəliblər. Elə bir yarışda olub ki, çox güclü olub, heç bir görüşü keçə bilməmisən. Çox çətin olub, yığın çox olub. Keçən il biz dünya çempionatına getdik. Mən zədəmlə əlaqəli iştirak eləmədim. Fransada keçildi. Təkcə Fransada bir çəkidə 43 nəfər fransız var idi. Yəni o yarışda nəticə vermək çox çətindir. Ən aşağısı 10-15 nəfərlə görüşməlisən ki, sən hansı bir nəticəyə gəlib çıxasan. Yarışdan əvvəl və sonra özünüzü motivasiyada saxlamaq üçün hansı üsullardan istifadə edirsiniz? Necə yarışdan əvvəl yaşamışam, günlərimi keçirmişəm, elə ondan sonra da elə günlərimi keçirdim. Yenə hazırlaşım, elə bil yenə qarşıda yarış var. Çünki mən özümə motivasiya verməsəm, özümdə rahatçılıq olacaq və həmən nəticələri əldə edə bilməyəcəm. Yəni özümü tam rahatlamıram ki, mən yarışdan sonrayam, gedim dincəlim ora, gedim bura, gedim oraya eləmirəm. Yenə özüm yarışa hazırlaşıram, psixoloji özümü hazırlayıram. İdmanımdan qalmıram. Elə bunu demişəm, yüksək səviyyədə döyüşlərdə psixoloji hazırlıq bəzən fiziki hazırlıqdan da önəmli olur. Çox. Sizcə bu prosesi necə idarə edirsiniz? Mənim başıma bir hadisələrdən bir-iki dəfə olub belə bir şeylər ki, rəqib zəif olsa da, mən psixoloji özümə demişəm ki, rəqib zəifdir, birdən uduzaram, biabır olaram. Ona görə özümü psixoloji özümə bir təzyiq göstərmişəm, o da əksini uduzmuşam. Fikirləşirəm ki, rəqib nə qədər güclü olsa, mən bir o qədər özümü daha yaxşı hiss eləyirəm. Psixoloji, bəli, psixoloji gərginlik adamı dala salır. Mən özümü necə hazırlayıram ki, elə bil mən yarışda deyiləm, adi məşqdəyəm. Heç kəs mənə baxmır, adi məşqimi necə güləşirəm, onda elə güləşirəm. Onda özümü o cəhətdən hazırlayıram. Zülfikar müəllim, cüdo sizə insan olaraq hansı dəyərləri qazandırdı? Birinci deyərdim ki, sağlamlıq, pis vərdişlərdən uzaq durmaq, disiplina. Məsələn, idmandan qayıdıb gələndən sonra enerji biraz insanda zəifləyir. Pis vərdişlərə, pis yerlərə getməyə vaxtımız da olmur, belə bir şey çıxmasın. Çox şey qazandırıb mənə. Həyatda mənim həyat yolumu, iş yolumu, hamısını mən cüdo ilə, cüdo idman növündən, dostlarımı, yaxşı dostlarım, idmançı dostlarım, hamısını mən cüdo idman növündən əldə eləmişəm. Bəs sizcə gənclər istər klub seçəndə, istər müəllim seçəndə sizcə nələrə diqqət eləməlidir? Yəni nələr tövsiyə edirsiniz? Ona diqqət eləməlidirlər. Çünki bu saat cüdoya olan sevgi ümumiyyətlə dünya üzrə çoxdur. Çox məşqçilər də var ki, bunlar ola bilər yaxşı məşqçi olublar. Ancaq yaxşı məşqçi o deyil ki, yaxşı idmançı olublar. Yaxşı idmançı o deyil ki, o yaxşı məşqçi ola bilər. Travma ola bilər. Məşqçi tək fəndi göstərməklə deyil. Hər bir uşağın fiziologiyasını bilməlidir, onun psixologiyasını bilməlidir, ona uyğun işləməlidir. Ona görə o məşq seçimində, məşqçi seçimində zal fərqi yoxdur. Zaldır. Yaxşı idmançı çıxacaq oradan. Məşqçi əsas önəmli rol oynayır ki, düzgün yönləndirsin, düzgün. Özündən artıq naqurska verərsə travma ola bilər. Hamısını insanın özünə baxıb necə deyərlər ki, damara baxıb qan almalıdır. İnsanın idmançıya baxıb ona uyğun məşqini keçməlidir. Standart eyni məşq keçmək hamıya olmaz. Demək Zülfikar müəllim, bizim verilişin belə maraqlı bir rubrikası var, sual-cavab rubrikası. Sizə suallar verəcək, ona maksimum qısa zamanda cavab verməyiniz lazımdır. Kareyanın döyüş nöqtəsi olan yarış? Krakov şəhərində dünya çempionatı. Tatamidə ən güvədiniz əsas texnika? Ona cüdo dilində desək, Skalin. Azərbaycanda üzləşdiyiniz ən çətin rəqib? Fəthullayev Azər var mənim rəqibim. Solaxa güləşir, çətindir onunla güləşmək. Dünya çempionatında ən yadda qalan döyüş epizodu? Finala çıxış idi, Braziliyalı rəqibim idi mənim. Finala çıxışdı, çox güclü idi, balaca boydu. Aşağıdan, bizdə indi belə loru dildə desək, aşağıdan güləşirdi. Mən də biraz boyum hündürdü. Əyir məni fəndləri aşağı tərəfdən işləyir. Bacarmıram bundan. Fikirləşdim ki, bunun bir dənə yolum var ki,
bir əllə tutub, bir əlmə alladıb bunu verib bu tərəfdən atmaq. Elə bir şey oldu da. Yəni çox güclü idi məndən deyim sizə. Cüdoda sizə ən çox formalaşdıran ölkə? Fransadır, çünki orada cüdo daha olduğum ölkələrdən daha populyardır, daha çoxdur. Riskli hücum yoxsa taktiki gözləmə? Baxır idmançıya. Döyüşdə kritik an, güc, çevirici yoxsa strateji düşünmə? Hamısı, hamısı. Tatamiyə Hamısı. çıxmazdan əvvəl ilk düşündüyünüz şey? Heç nə düşünmürəm. Sadəcə psixoloji beynimdə bir dənə nəyi fikirləşirəm ki, məndə o həyəcan olmasın. Vəssalam. Başqa heç nə fikirləşmirəm. Öz döyüş stilinizi 3 sözlə necə ifadə edə bilərsiniz? Rəqiblər Güc, izləyir. güc, əzmkarlıq, bir də dözümlük. Gənclik illərində örnek aldığınız cüdoçu. Nazım Hüseynov olimpiya çempionu. Sizcə qələbə yoxsa rövanş? Qələbə. Karyeranın ən yadda qalan döyüşü. Karyeramda ən yadda qalan döyüş mənim Abu Dhabi'də yarışım idi dünya çempionatında. 4-də 1 final idi. Deməli, udurdum Vazarı xalı ilə. Barmaq sındı, əyildi. Mən rəqibimə göstərmədim onu. Göstərsəydim, vurub oranı məni zədələyib qələbə qazanacaqdı. O qırıq barmaqla mən ona qalib gəldim və həmən yarışın 3-cü yerində mükafatlandırdım. Gizlətdim demədim və çıxanda dedim ki, çilim də zədəli idi. 3-cü yer udanda dedim ki, mən samurayam. Ayağımı göstərdim və çiynimi göstərdim ki, bu sınıq ayaqla, barmaqla, sınıq qolla, sonra əməliyyat oldum bu qolumla. Mən 3-cü yerə gəldim, çıxdım. Beynəlxalq yarışlardan hansının atmosferi sizi daha çox təəccübləndirib? Şotlandiyanın Qlazqo şəhərində. Cüdo olmasaydı hansı peşəni seçərdiniz? Yenə də cüdo deyəndim. Yenə də cüdo. Sizcə ən çətin seçim güclü rəqiblərə qarşı final döyüşü yoxsa ağır çəkili cüdoçu ilə təslimat görüşü? Ola bilər final görüşü rəif bizdə nə tərdi qruppalarlandı. A qruppası, B qruppası. Mən A qruppasındayamsa, mənim rəqiblərim güclü ola bilər. B qruppasında zəif kompüter onu hesablayır. Final görüşü rəqibim zəif ola bilər. Ona görə də əsas mən rəqibimi fərqi yoxdur. Birinci görüş, ikinci görüş gücünə görə mən fərq qoyuram. Və son olaraq idmanlarkən ən çox sevdiyiniz məşğuliyyət? Dostlarımla vaxt keçirmək. Nə gözəl. Yəqin ki, dostlarınız ki, buradan sizi görürlər və sevinirlər ki, onlara başqa beynimdə bir fikir yoxdur. Çox sağ olun Zülfüqar müəllim. Sağ olun. Sizi yəqin ki, dostlarınız da elə izləyərlər və onlar da tanış olarlar, sizi daha yaxından tanıyarlar, əgər tanıyırlarsa. Və belə bir sualla artıq verilişimizə sonra yaxınlaşırıq. Bundan davam etmək istəyərdim. Karyeranızdan sonra hansı sahədə fəaliyyət göstərməyi planlaşdırırsınız? Bayaq qeyd elədim, bizdə usta cüdoçularda yaş həddi yoxdur. Belə davam eləyəcəm. Çünki nəyə görə? Bu mənim bir həyat tərzimdir. Mən 12 yaşından güləşirəm. Mən kimonosuz, yarışsız, cüdosuz özümü kənar bir yerdə tapa bilmərəm. Travmam olur, mən zədəm olur. Yəni bu yarışda mənim zədəm var idi. Həkim 6 ay mənə icazə verməyib güləşməyə. İdman eləməyə imkan icazə vermir. Ancaq mən getdim yarışa baxdım Fransada. Çünki psixoloji hazırlıq lazımdır, bəli. Azərbaycanda cüdonun idmanının inkişafı üçün hansı addımlar daha effektiv ola bilər düşünürsünüz? Bugünkü gün Azərbaycanda təkdiməcliyim dünyada da çox inkişaf edib, çox çətinləşib. Ümumiyyətlə cüdo son dövrlərdə zaten Azərbaycanda çox məşhurlaşıb. Məşhurlaşıb, çətinləşib. Sistem çox gözəldir. Çünki nəyə görə? Çünki dünya üzrə əvvəl məsələn belə loru götürsək 5 nəfər məşğul olurdu, indi 15 nəfər məşğul olur cüdo ilə. Onların da içində rəqib olub, qalib olub çıxmaq çox çətindir. Çoxun içindən çıxmaq çox çətindir. Azərbaycanda da bəli, son günlər dünya ilə ayaqlaşa bilirik biz. Bəzən də bizim idmançılar reytinqdə gəlib keçirlər dünya idmançılar. Bilirsiniz ki, Yaponiyadır, Fransadır, bunlar çox güclüdürlər. Braziliyadır olsun. Bəzən bizim idmançılar gəlir, onları da keçir. Daha da yaxşı olardı ki, mən fikirləşirəm ki, Azərbaycanda cüdonun daha da kütləviləşməsi üçün zallar, idman zalları ödənişsiz olsun. Ödənişsiz olsaydı daha yaxşı olardı. Zaten Cüdo Federasiyasının son zaman etdiyi işlər həqiqətən də təqdirə layiqdir. Onlar isə cüdo zallarının açılmağını da görməyi, bölgələrdə etməyi, Cüdo Federasiyasının prezidentinin rəhbərliyi altında bu qədər işlərin görməyi də böyük bir
nailiyyətdir, uğurdur ki, bunda biz bəhrəsini görürük. Yəni, inanırıq ki, bundan sonra daha da bəhrəsini görəcəyik. Həqiqətən də çox böyük dəyişiklik var cudonun işində. Və son olaraq siz bugünkü gənc judoçular üçün ən vacib məsləhətiniz nə olardı? Bugünkü judoçular üçün məsləhətim odur ki, heç nədən ruhdan düşməsinlər. Əgər nəsə alınmırsa onlarda. Çünki hər bir insanın öz bir vaxtı var. Pis vərdişlərdən uzaq olsunlar. Müəllimlərin, valideynlərinin, yaxşı dostlarının sözlərinə qulaq assınlar, özlərindən böyüklərin sözlərinə qulaq assınlar ki, onda xeyir taparlar. Master judo yarışlarında iştirak etmək istəyənlər üçün hazırlıq modeli sizcə necə olmalıdır? Hazırlıq təlim məşq toplantısı olmalıdır. Təlim məşq toplantısı olmasa mümkün deyil. Təlim məşq toplantıları olmalıdır, rəqiblər fərqli olmalıdırlar. Zülfüqar bəy, artıq verilişimin sonuna yaxınlaşırıq. Bizdə deməli bir adət ənənə halını almış bir şey var. Bizim qonaqlarımız hər zaman yadında qalan, istər idmanda çıxış elədiyi dövrdə, istər ondan sonraki dövrdə kiçik bir şey yadında qalan danışırlar ki, bunlar da bizim izləyicilər tərəfindən çox sevilir. Sizin yadınızda qalan belə bir hadisə olubmu? Varmı? Varsa bölüşərdiniz. Belə bir hadisələr olmayıb. Sadəcə biz bilet almışıq bir dəfə. Səhər elə bir çatırıq yarış yerinə, axşam çəkidir. Bizim təyyarənin reysini dəyişiblər. Biz qaça-qaçla samolyotdan düşən kimi taksi oturub ancaq gəlib çəkiyə belə çatmışıq həyəcanla və çatdırmışıq. Qaça-qaça sumkalar belimizdə, taksini saxlatmışıq yarış yerinə nə qədər qaçmışıq. Belə həyəcanlı belə vaxtlar olub. Son olaraq izləyicimizə buradan nə demək istəyirdiniz və son sözlərinizi eşidərdik? İzləyicilərimizə 2026-cı ilin düşərli olması xalqımız üçün, dövlətimiz üçün onu arzu edirəm. Bir olaq, həmrəy olaq, bir-birimizdən qədrini bilək, onu deyərdim. Çox sağ olun. Harada olaraqsa olaq, fərqi yoxdur. Zülfüqar müəllim, səmimi və dəyərli fikirləriniz üçün təşəkkür edirik. Çox sağ olun. Ümumi idman arenalarında qazandığınız uğurlar, dünya və Avropa çempionatlarında göstərdiyiniz iradə bu söhbəti düşünürəm daha da maraqlı etdi. Bir də imkan olsaydı sizin verilişiniz vasitəsilə Buyurun. mən müraciət edərdim Judo Federasiyasına. Bizim usta judoçularımızı heç bir yarış xərclərini eləmir. Yəni bizim usta judoçular öz şəxsi və hesabı vasitələrinə yarışa gedirlər. Xahiş eləyərdim ki, Epkrovkadır, heç olmasa nəticə verən idmançıların sayı 5-10 nəfərdir, onları nəzərə alsınlar, yarış aparsınlar və o birisi idmançılarda da motivasiya daha çox olsun. Gücümüz çatandan gedirik. Yəni belə bir çətinliklər var. Yəqin ki, artıq Judo Federasiyası bundan nəzərə alır. İnşallah. Və biz özümüz də mətbuat olaraq da onlara məlumat verərik. Əziz izləyicilər, bu gün sport zonada beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etmiş judoçu Avropa çempionu Zülfüqar Hüseynovu qonaq etdik. Bizim bu veriliş üçün, belə bir verilişlə ərsəyə gəlmək üçün Reflekt Media studiyasına və əməkdaşlarına təşəkkür edirik ki, belə bir şərait yaratdılar və belə bir bizim üçün verilişin ərsəyə gəlməsinə köməklik göstərdilər. Bunun üçün hər birinə təşəkkür edirik. Növbəti buraxışlarda yenidən görüşmək ümidi ilə sağ olun, idmanda qalın.